Bismillahirrahmanirrahim ve bihi nestaîn. Hal-hazırda biz Mehdabad kəndindəyik. Bildiyimiz kimi Mehdabad kəndi əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin adınadır bu kənd. 57-ci il, 1957-ci il bu qəsəbəyə Mehdi Hüseynzadənin adını veriblər. Ona görə biz burada istəyirik ki, yəni biz müraciət etmişik, həm Novxanı cəmaatı, həm Zona, Mehdabad cəmaatı özü, biz Bakı kəndlərindən insanlar müraciət etmişik ki, Mehdi Hüseynzadənin burada bir büstü qoyulsun, ki, onun bir büstü qoyulsun. Qəbul edirlər, sağ olsunlar, nazirliyə gedib, Abşeron İcra Hakimiyyəti qəbul edib, yəni ki, söz veriblər. İnşallah bu yaxın zamanlarda Mehdi Hüseynzadənin büstünü qoyacaqlar. Və bir də ki, 1957-ci ildən ta bugünkü günə 70 il olar ki, keçib üstündən bu qəsəbəyə ad verilir. Amma bu 70 ilin içində Mehdi Hüseynzadə üçün bir anım gününü keçirilmir. Bir adına bir sütlar çıxmır, bir ehsan verilmir 70 il ərzində. Biz belə bir təklif verdik. Sağ olsunlar ki, icazə verdilər. Bizə noyabrın ayın ikisi Mehdi Hüseynzadənin anım günüdür, həlak olan gündür. Ona görə də biz gəldik, buradan xahiş elədik, bizə icazə verdilər. Bu 70 ilin içərisində ilk dəfə noyabrın ikisi inşallah burada Mehdabad kəndində Mehdi Hüseynzadə üçün ehsan verəcəyik. Allah qəbul eləsin. İcazə verənlərə də təşəkkür edirik ki, bize icazə verdilər. Var olun, minnətdarız.